Avtomobiline dikkat bir bora. Destroyed avtomobili 2025 cəmi 5000 kilometr gedib pirborda yanan ışıqlar. Diqqətlə baxaq. ABS-in işarəsi yanır, sürüşmə işarəsi düşüb, Rutsino'nun işarəsi yanıb. Diagnostika vasitəsilə aşkarlanır ki, avtodiagnostika vasitəsilə aşkarlanır ki, qabaq sağ ABS-in datikində problem var. Biz parametrlərə girib parametrləri də yoxlayırıq. Video çox uzun olmaması üçün göstərmirəm. Geri və qarşıya getmə zamanı göstəririk ki, ABS işləmir. Niyə yandığını da sizə göstərirəm. Cəmi 5000 kilometr gedib maşın. Bu maşının öz problemi deyil. Problemin olma səbəbi gördüyünüz kimi ABS datikinin qırılması olub. Bu yerinə bərpa olunandan sonra ABS-in işarəsi aradan qalxmış olacaq. Problem budur.